Salam əziz dinləyicilər, xoş gördük hər birinizi. Bugünkü videomuzda sizə çox maraqlı və dəyərli bir meyvədən, yəni feyxuadan danışacağam. Bu yaşıl, xoş ətirli meyvə C vitamini ilə doludur. İmmuniteti gücləndirir, ürək-damar sistemini qoruyur və orqanizmdə iltihabı azaldır. Amma hər bir bitkidə olduğu kimi feyxua da düzgün istifadə olunmadıqda bəzi zərərləri ola bilər. Ona görə də videonu axıra qədər izləyin ki, həm feyxuanın faydalarını, həm də kimlərə zərərli ola biləcəyini ətraflı öyrənəsiniz. Lakin videoya keçməmişdən qabaq sizdən xahişim bundan ibarətdir ki, videonu bəyənin, kanala abunə olun və videonu öz dostlarınızla paylaşın ki, hər kəsin bu dəyərli məlumatdan xəbəri olsun. Feyxua Azərbaycanda bitən əvəzsiz nemətdir. Bizə əl çatan olduğu üçün özümüzü xoşbəxt hesab edə bilərik. Tərkibi unikal olan bu meyvə bütün orqanizm üçün faydalıdır. Feyxuanın ləti liflərlə zəngin olduğu üçün bağırsaqların peristaltikasını artırır, mədə şirəsinin hasilini tənzimləyir. Qəbizliyə qarşı ideal meyvədir. Eləcə də yoğun və düz bağırsaq şişləri ilə mübarizə aparır. İshal və qusmanın qarşısını tez bir zamanda alır və itmiş iştahanı bərpa edir. Bədəndə yığılan artıq suyun çıxarılmasına və ödemlərin qovulmasına kömək edir. Feyxua hipertenziya riskini azaldır. Damarları rahatladır, boşaldır, təzyiqi normallaşdırır. Eləcə də feyxuada olan C və B6 vitamini ürəyin işi üçün vacibdir. Gün ərzində 1-2 ovuc feyxua yemək bu dozanı ödəyir. İnfarkt, ürəyin işemik xəstəliklərinə qarşı təsirlidir. Hər gün feyxua yemək kifayətdir ki, immunitetə infeksiyalarla mübarizədə dəstək verəsiniz. C vitamini antioksidantdır. Bu da antivirus və kanserogen təsiri ilə məşhurdur. Feyxua beyin qan dövranını da yaxşılaşdırır, yaddaşı gücləndirir, koqnitiv və neyron aktivliyini artırır. Feyxua qəribə tərkibi ilə toxumların, bağların bərpasını sürətləndirir. Ona görə də qəzalar, travmalar, zədələr, yaralar və əməliyyatdan sonra bərpa üçün doğmalarınıza bol feyxua verin. Orqan, toxumaların hüceyrələrini saf oksigenlə təmin edən bu meyvə sərbəst radikalları zərərsizləşdirir, stresin izlərini silir, xərçəng hüceyrələrinin baş qaldırmasına imkan vermir, sizi onkologiyanın bəlasından qoruyur. Yaşıl meyvələri dəriyə maska olunduqda nəmləndirir, iltihabı, qaşıntını, səpkini aradan qaldırır, dərini cavanlaşdırır və bərkidir. Bəzən səhvən bütün zob xəstələri feyxuadan istifadə edir. Lakin qalxanvari vəzin aktiv böyüməsində yod çox olmaz. Amma elə hormonal disbalans var ki, orada feyxua lazımdır. Kişilər üçün əvəzsizdir, çünki cinsi fəaliyyəti yaxşılaşdırır, prostat vəzini qoruyur və sonsuzluğa qarşı faydalıdır. Öskürək kimi tənəffüs yolları problemlərində feyxua çayı istehlak edilərək rahatlama təmin edilir. Feyxua yarpaqlarının dəmləməsi diş ağrısı və damaqların iltihabı və qanaması zamanı çox yaxşı kömək edir. Yarpaqları qaynar suda dəmləyin və qarqara üçün istifadə edin. Feyxua yarpaqlarının dəmləməsi antiseptik xüsusiyyətlərə malikdir. Bu dəmləmə dəridə olan kiçik yaraların, xoraların, yanıqların və s. sağalmasını tezləşdirir. Ona görə də dəri xəstəlikləri zamanı istifadə oluna bilər. Dəmləmədə steril tənzif isladıb zədələnmiş sahəyə qoyun. Belə islatmaları gündə bir neçə dəfə etmək lazımdır. Feyxuada amin turşuları azlıq təşkil edir. Bakteriosit xüsusiyyətə malik olduğu üçün gündə bir stəkan feyxua şirəsi vasitəsilə qızılı stafilokoka qarşı mübarizə aparmaq olar. Feyxua müxtəlif vitaminlər və minerallarla zəngindir. Soyuq fəsillərdə bu meyvə insanı hipovitaminozdan xilas edir. Feyxua çox faydalı meyvə olsa da, bəzi hallarda yan təsirlərə və sağlamlıq problemlərinə səbəb ola bilər. Bu təsirlər əsasən meyvənin tərkibindəki yüksək miqdarda yod, C vitamini, şəkər, eləcə də bioloji aktiv maddələrlə bağlıdır. Şəkər xəstələri və piylənmədən əziyyət çəkənlərə feyxua yemək olmaz.
Çünki bu meyvənin tərkibində küllü miqdarda şəkər var. Körpələrə feyxoa verməmək məsləhət görülür. Çünki allergiyaya səbəb ola bilər. Əziz dinləyicilər, gördüyünüz kimi feyxoa həm dadlı, həm də sağlamlıq üçün əsl vitamin mənbəyidir. Ancaq unutmayın, hər şeyin artıq miqdarı zərərlidir. Feyxoanı da ölçülü şəkildə istifadə etdikdə bədəninizə fayda verəcək. Əgər siz də feyxoanı sevirsinizsə və bu videodan yeni məlumatlar öyrəndinizsə, videonu bəyənməyi, kanalıma abunə olmağı və zəng işarəsini aktiv etməyi unutmayın. Növbəti videoda isə sizə başqa bir maraqlı bitki və ya təbii məhsul haqqında danışacağam. Sağlam qalın, gələn videoda görüşənədək. Sonda onu da qeyd edim ki, bu video məlumat xarakteri daşıyır. Əgər hansısa sağlamlıq problemi yaşayırsınızsa, öz həkiminizlə məsləhətləşin.